Hə, köhnələr. Süzlərdən kim Badamı restoranı tanımırsa, onda o ağzının dadını 100% bilmir. Gəlin birinci sizə ünvanı deyim, bu harda yerləşir. Yazın. Abbasqulu Abbaszadə 66-68. Yəni ki, əgər şəhidlər tərəfdən qalxacaqsınızsə, Milli Məclisi keçirsiniz, dönürsünüz sola, yuxarı, sonra da sağa. Oxford məktəbindən sonra. Orientirdəki bax düz bununla üzbəüz bax Bakı elektrik şəbəkəsi var. Bax bir dənə də belə rakursdan çəkim ki, görəsiniz ki, bura haradır. Bir dənə də əsas məsələlərdən birini vurğulamaq istəyirəm. Yəni tam şəkildə parking olmasa da, amma ki, sizin maşınlarınız üçün saxlamağa yer, necə deyərlər, buranın rəhbərliyinin öhdəliyinə. Maşınlarınız üçün yer düzəldəcəklər. İndi isə keçək içəri. Əsas məsələdən başlamaq istəyirəm. Mənim adımdan, bax şəxsən Əli, Əlbaba, Vkusnu Mir, bu sözləri deyən kim gəlsə bu restorana, ta sentyabr ayının 15-nə kimi 10% endirim alacaq hesabdan. Bir dənə də məsələni vurğulamaq istəyirəm. Bu xüsusən yeyib-içən oğlanlara aiddir də. Siz özünüzlə öz içkinizi bura götürsünüz, heç o barədə qorxmayın, düşünməyin ki, həmən içkiyə görə sizdən pul alacaqlar. Bizim millətin kabinetlərə olan xüsusi sevgisini nəzərə alaraq, başlayım hələ ondan ki, bax, burada bir dənə bunların belə ləzzətli, böyük bir dənə kabinetləri var. Görürsünüz? Biz bura gələndə bunu özümüz üçün öz dilimizdə, öz aramızda Ermitaj adlandırırıq. Baxın, görün. Yəni bu kabinet 20 nəfər üçün nəzərdə tutulub. Bax bu şəkildə bir dənə əlavəsi də var, belə appendix. Həmçindəki bu kabinetin yəni ki öz sanuzilı var. Yəni qırağa getməyə ehtiyac yoxdur. Və ya bu yeyib-içəndən sonra bir də görürsən oturub qıraqda bir dənə söhbət eləmək istəyirsən kimiyləsə, bu da bax o cürdə yer. Bu isə hələ həmən Ermitaj kateqoriyasında olan ikinci kabinet. Yəni bu kabinetin özəlliyi ondan ibarətdir ki, bu da 20 nəfərlikdir. Amma burada siz istəsəniz, yəni içəri bir müğənni də dəvət eləmək olar. Hətta müğənni istəmirsinizsə, lap özünüz də necə deyərlər, qoşula bilərsiniz bu avadanlığa və karaoke tipli, yəni istirahəti davam edə bilərsiniz. Yəni yemək-içmək, üstündən də ki karaoke. Bax belə. Bax bu buranın həyətidir. Daha indi bağışlayın, konkret çəkə bilmirəm mən. Çünki bizim millətə özümüz bilirsiniz də, kimsə indi istəyəcək, onu çəksinlər, kimsə istəməyəcək. Amma ki ləzzətli bax belə həyəti buranın mövcuddur. Yəni əsl bax belə mövsumluqdur da, necə deyərlər. Böyük kabinetləri sizə göstərdim. Bax belə mənzərəli, yəni mənzərəli yaşıllığın arxasında olan cərgədə bax bu cür 5 dənə də kabinetləri var. Baxın, bax bu cür standart, yəni 6 nəfərlik kabinetlərdir. Gəlin bax daxil olaq içəri. Yəni əslində kabinetdə adi kabinetdə hər yerdə görürük. Amma onu vurğulamaq istəyirəm ki, burada təmizliyə xüsusi riayət edirlər. Yəni içəri girəndə bir də görürsünüz kabinetlərdən belə alqaş iysi gəlir. Yəni burada bu söhbət yoxdur. Sözü bilmirəm, mən həmişə sanuzillara fikir verirəm və birinci də tələbim odur ki, onlar təmiz olmalıdır. Yəni burada o təmizliyi mən gördüm. Bir də həmən bu restoranın döyünən ürəyi 65 nəfərlik qəşəng bir dənə geniş zal. İndi mən bax bu həmən bunların döyünən ürəyi 65 nəfərlik zalı içəridən çəkirəm. Kakraz elə bugün burada bir ad günüdür. Yəni siz də bax burada bax bu cür banketlərdən yararlana bilərsiniz. Baxın, müxtəlif rakurslardan sizin üçün çəkirəm ki, daha anlayışınız yaxşı olsun. Bu bir rakurs, bu iki rakurs. Bax, mən mətbəxə daxil olmuram. Çünki mətbəx demək olar ki, sanitar, steril bir zonadır. Amma bilirəm ki, sizin üçün maraqlı olacaq. Ona görə dedim ki, ümumi də olsa, mətbəxdən bir dənə belə abzor sizə verim. Deyir, örtülü bazar dostluğu pozar. Ona görə bax burada, yəni ki, kabab mətbəxi olan zona tam şəkildə müştəri üçün
açıqdır. Yəni bax gördüyünüz kimi bu dəqiqə sənətkar orada kabab vurur şişə. Həmçində burada təndir də yeməkləri var. Baxın, bax istəyirəm qısa da bir dənə bax belə bir obzor verim sizə buranın yeməkləri haqqında. Köhnələr indi bu yeməyi tutarlar. Buna biz deyirdik tava kababı. Düzdür, köhnə vaxtlarda o individual verilirdi. Balaca bir dənə bax belə tavallarda içində 2 dənə qətlet olardı, yanında da yumurta. Bu onun biraz müasir forması. Gəlib Badami restoranında dadlaya bilərsiniz. Nə deyir? Вторая часть Марлезонского балета. Bax belə vişnəli can əti. Yəni bu restoranın xüsusi belə deyək də öz şəxsi dəsti ilə, yəni bişirilən, tanınan bir yeməkdir. Yəni bura gəlsəz mütləq bundan sifariş edin. Vişnəli can əti. Hə, əsas məlumatı sizə verdim. Unutmayın ki, Badami restoranında mənim adımı çəkən, Vkusny Mir qruppasının adını çəkən, Əlibaba Məmmədovun adını çəkən 10% endirim alacaq. Qəlbdən qəlbə görüşərik Badami restoranında.